Herkese salam dostlar, ben Games Azı. Bugün Age of Story 2 Conquest 1.5.1 versiyonda Azerbaycan'ın 6. bölümünden yeniden sizlerle birlikteyim. Dostlar, bildiğiniz kimi geçen bölüm ne etmiştik? Yani tablodan görsəndiyi kimi bu mənzərədən İran'ı fethetmiştik. Ancaq İran'ın bir neçə torpağı var və sıxışıb qalıb hər halda. Yəni sadəcə İraqda olan iki sınır xətti şəhər olmaqla o rayon olmaqla başqa heç bir yerə sınır xətti yoxdur. Dənizlərə də çıxa bilmir və sonuçta bir müharibə gözlənilən ikinci müharibə də olduqdan sonra məncə bu bölümün artıq hər halda final bölümündə sizlərlə birlikdəyəm. Dostlar, indi nə edirik? Keçən bölümdə nə etmişdik? Heç nə eləməyə, heç nə vurmayaq. Keçən bölümdə özət eləyək. Azərbaycan nasıl torpaqlar, Gürcüstanımız, Ermənistanın olduğumuz torpaqlardır və Türkmenistan'da olduğumuz torpaqlardaydı. Pakistan da bildiğiniz kimi sadece bu Afganistan torpaqlarıyla yetinmişti. Türkiye ise bildiğiniz gibi artık hem Gürcistan'ın operasyon ettik, ortak beraberlik özel bir böyle bir operasyon oldu. Hem de yani yavaş yavaş Yunanistan'a, Arabistan'a, Afrika'ya falan yayılır ve öz imparatorluğunu kurmaya çalışır belli. Ve sonra biz de öz gücümüzü topladık. 1 milyona hardasa 800-900 minlik nüfuzumuz oldu ve ekonomimizi büyüttük, ordumuzu topladık. Biraz da ordu toplarken geriye düştük. Biraz daha güc basmalıydık ama bu da təcrübə oldu bizler için ve de çok güzel bir şekilde ordumuzu bastık her tarafta. Qafqazdan ve Gürcistan dedim, 3-cü dəfədir artıq Türkmenistan'dan aldığım torpaqlardan hamısından girdik. 3 tərəfdən Pakistan alttan, üstten Azerbaycanla Türkiye girdi ve her taraftan aldık torpaqları ve barış imzaladık belə bir şekilde. Pakistan torpaqları güzel oldu. Azerbaycan'da Türkiye biraz qarışıq oldu. Pakistanla ama axır ki müttəfiqliyimizi göstərən, hər tərəfi sarıyıb sarmalayan belə yumru, hətta Ərəbistan çatışmır burada əslində. Yumru bir sınır xətti oluşturduq və bu savaşdan qalanlar necə edəcəyik? Türkiyəyə əslində çox torpaq verəcəkdik, amma belə bir şey etdik. Savaş tazminatı alacağıq Türkiyənin yerinə. Bax kimi olacaq. Bax deyil əslində, amma Türkiyənin adına savaş tazminatı ala bilmədiyimiz üçün özümüz alıb Türkiyəyə verəcəyik. Nə qədərdir savaş tazminatı fikrim yoxdur. Əslində niyə keçən bölümdə dediyim kimi hər şeyi bitirdikdən sonra heç nəyə vurmadım ki, nə bunun savaş tazminatının nə qədər olduğunu bilim, həm də yani video biraz uzun oldu. Her şeyi təmzinləmək üçün, bu videoda təmzinləmək üçün hamısını bu bölümə saxladım dostlar. İndi isə oyunumuza keçək. Deməli, keçən bölümdə bir dəqiqə ilk öncə ordularımızı yığaq. Dostlar, Age of Story 2 Conquest 1.5.1 versiyonuna çox almışdım. Keçən o biri versiyonlarda biraz orduları az qala. Bu arada səsi çox imiş. İndi fərqinə vardım. Yəni çox olanda təcrübəm var təbii ki. Çox biraz ortaya qoyanda çox gəlir. Ona görə də aşağı səviyyədə azaltdım. Dostlar, keçən bölümdə dediyiniz kimi orduları hələ ki toplamadım. Bəli, o biri versiyada bu arada az qala orduları yığmaq yerinə orduları dağıt tuşuna basırdım. Yəni oradan elə əlimə öyrəşmişəm. Bu arada bura gəlmişkən bir Dubai səfəri deyir. Gördüğünüz gibi bunu SS alın ve bir yere alsın. Her neyse o kadar da böyle bir kanal değildik. Ama olsun, ben inanıram ki böyüyəcəyimizə çok inanıram. Yani 100-200 video attıktan sonra her videoya 5-10 baxış gəlməyəcəyini düşünürəm hər halda. Belə olar. Hər neyse ordularda gerçəklik sonunda 166.684 qəribə bir rəqəm. Başka yerde ordularımız var mı? Hamısını başa topladık ve asignasyonlarımızı yerine getirip İran'a sərhəd yollayacağıq. Və indi isə ilk öncə pulumuzu yığaq. İlk öncə bir 100 minə falan çatdıraq. 6-7 minlik bir gəlirimiz var. Asignyasyon olduqdan sonra çox da torpaqları əldə etməmişik. O qədər də ekonomi yerlərdir. Məsəl üçün buranın ekonomik yerdir. Buranı özümüzə alacaq. Hər halda %100 oranı özümüzə alacaq. Ona görə də diğer ülkeler çok da şey olmasına ihtiyaç yoktu hareketli. Bu arada bir sonraki bölüm seriyada artık Türkiye olacağına qətiyyət gətirəcəm. Türkiye'de oynayacağıq dostlar. Bu arada bu modda oynayacağımıza göre bütün Ukrayna, Libya, sonra Yemen, Suriye, Filistin, İsrail savaşı, İran ve bütün necə deyim, bütün
ilişkiləri, münasibətləri hamısını düşürəcəm, olasılıqları hamısını yerinə yetirəcəm, düzəldəcəm və özüm üçün bir, yəni bu mod üzərinə biraz dəyişikliklər eləyəcəm və sonunda yatırım eləyək. Bu da önəmlidir. Savaşdan sonra ən önəmli şey mallar yatırımıdır deyə düşünürəm. Çünki əl alışkanlığıdır, bilmirəm nədirsə. Yəni hər Age of Story oynayanla görmüşəm ki, görmüşük o savaşı bitirdikdən sonra hardasa, yəni mallar yatırımı edir çox vaxt, %90% vaxt. Nəysə biz də bunu eləyək, mən də bunu öyrəşmişəm və buradan davam edək. Dostlar, bu əvvəldə bəli, türklər dediyim kimi, əvvəl Türkmenistanı aldığımda dediyim kimi, Türkmenistandakı torpaqları 2-3 dəfə asimil etdik, 2 dəfə səhv etmirəmsə, maksimum 3. Burada da türk çoxunluqları yaşadığı üçün buralarda asimil etmək olmur. Yəni türk müsəlman dövlətləri çox güclü xalqdır, əzəmətli xalqdır və ona görə də asimil olmaq sevmirlər. Və beləliklə türk dünyasında birləşdirdik, bu əzəmətli güclü xalqları birləşdirdik. Pakistanla da bir türklər müsəlman olaraq onlarla bir dostluq qurduq və demək olar ki, artıq buradan da İtaliya, Macaristanı alıb təəssüflər olsun, amma hər nəysə reallığa əsasən oynayacaq dedim, amma belə də reallığa oxşar bir şey yoxdur bu tabloda. Çox xəyalların ötəsində bir şeyə bənzəyir. Hər nəysə, amma bu gerçəkdir. Bunun bir gün gerçəkləşəcəyinə, ən azından bu tablonun, bu sınır xətlərinin bir gün gerçəkləşəcəyinə əminəm, əminlik edirəm. Dostlar, bəli, hər nəysə, artıq oyunumuza keçək, yatırımlarımıza etdik. İndi isə ilk öncə bizə nə qədər pul gəldi, neçə turdan sonra pul gəldi, bəli, qarışdırdım. Nə qədər savaş təzminatı gəldi bilmirəm, amma Türkiyəyə bu pulu bir dəqiqə gözlədim. Bəli, 40 tur çoxdan keçib. Ona görə də biz Türkiyəyə o savaş təzminatını, 2 turlu savaş təzminatını verək dostlar. Bu yatırım da bitsin, sonra bir 50.000 daha savaş təzminatı verək, 50-100 min arası və o da burada yekunlarsın dostlar. Başa belə verək ki, hər nəysə 100.000 daha verək ki, savaş təzminatı, yəni haqlarını ala bilsinlər. İndi isə çox da uzun video olmayacaq deyə düşünürəm. 13-14 dəqiqəlik. Keçən bölüm biraz 17-18 dəqiqə uzun oldu. Hər nəysə artıq kanalımıza da ziyanı vardır deyə düşünürəm, amma olsun. Bu bölümdə də ordularımızı qoyacağıq və savaş elan edəcəyik dostlar. Yəni İranı belə qoymağı istəmirik. Ona görə bütün torpaqlarını alacağıq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Neçə yerə bölündüyü haqqında heç bir fikrim yoxdur. Ona 10 torpağa çox olacağı üçün 17-18K belə bir şey qoyuram. Artıq kompüter olmadığı üçün var, amma biraz orada oyunları tam oynayıb yükləyib eləyə bilmirəm. Ona bir problem var. Dilim dolaşdı. Ona görə də onu yaxın zamanda Age of Story 3 falan da ikini də orada oynayacağıma görə onu da hələ ki tam bilmirəm necə olacaq. Olan 26-da burada. Bir ara bunu belə deyək, ən ekrana bunu da gətirək. Yəni belə deyim, Age of Story 3'ü də oynayacağıq dostlar, amma indi ilk öncə onlarda bir şey hesablaşmaq. Hazırlıqlı girdilərmi? Hansı torpaqlarını bir dənə Türkiyə getdi, bizim torpaqlarımızı ala bilməzlər. Zaten bura İranlı idi, bizim oldu, amma bir vaxt da bizim idi zaten. 4.000 bölgəm var, ona görə orada 20 düşmüş və yox, ordu saldırdıqları üçün o da düşmüş. Və ya bütün torpaqları alıb da arada bölüşə bilərik dostlar. Baxacaq necə olacaq. Artıq ilərləməyə o qədər də gərək yoxdur. Bir tərəfindən Türkiyə sıxışdırır artıq, amma yenə də biz önəmləri olaraq bax, Türkiyə onun yapay zekası çox bərbaddır. Belə bir yapay zeka olmaz olsun. Hər neysə bunları da qarşıya göndərək ki, Pakistana gördüyünüz kimi yardım olsun və bura qədər bitdi. Alma torpaqları super. %92 deyir. Tamam, %100. Çox gözəl. Pakistan böyle yaylığı qədər yaydı. Əslində bu çox gözəldir. Bax, Türkiyə oradan alsa, nə etsək, belə mi olsa, yoxsa savaş təzminatı mı alsaq? Ən yaxşısı biz necə düşünək? Pakistanın ilk öncə belə bir şey olsun. Pakistan tam olsun. Yəni belə daha rahat. Biz isə buranı gönlümüzcə alaq dostlar və Türkiyə ilə görüşək. Oranda ala bilmirik. Ən yaxşısı belə eləyək. Oranı Türkiyə biraz ortaya girdi. Ən yaxşısı oranı Pakistana
Neyse böyle bir şey alanda ortaya geldi. Her neyse esas oldu. Torpaqlar bizim oldu ve burada bitti. İran sadece bir torpağa sıkıştı. Onun anını düşünmek istemiyorum. O önemli torpağı da özümüze aldık. Dostlar ordularımızı da geriye Bakıya toplayaq və assimilyasiyalarımızı eləyək və bu bölümü də burada nöqtələndirək. Dostlar, çox da uzatmağa ehtiyac yoxdur. Artıq missiyamızın hədəfində tamamilə artıqlamasıyla çatdıq. Rusiyaya olan savaş da əslində düşünürdüm də. Bu da artıq bir sonraki Azərbaycan bölümlərində, oyunlarında, serilərində gələr. Dostlar, deyə düşünürəm. Çünki Rusiya ilə artıq savaş eləsək bəlkə 1-2 bölüm daha uzayar. Onun da heç bir lüzum yoxdur türklər demişkən. Və biz bir sonraki Azərbaycan bölümlərində, yəni bəlkə də Səfəvini qursaq, ora hücumlar eləyərik deyə düşünürəm. Başqa yerdə ordumuz yoxdur və assimilyasiyaları yerinə yetirək. Oradan ordlarımızı çəksəniz daha gözəl olar. Çünki assimilyasiyaları yerinə yetirəcəm. Bəli, %100 süper. Bir dənə o torpaq daha oranda artıq yavaşdan oranı. Əslində bu iki torpaq Pakistana qalsaydı daha gözəl olardı. Hər neysə artıq fərqi yoxdur. Sınır üzərində artıq özləri düşünsün oralarda. Biz isə bu müttəfiqliyi qurduq, bu dostluğu yaratdıq və sonunda məncə Türkiyə, Suriya, İraq, vəbşə bütün Ərəbistan torpaqlarına bura qədər girsə çox gözəl olardı əslində, amma qalsın artıq bir sonraki bölümlərdə, biraz daha sonra bunu yoxlayacağım. Dostlar artıq 1.400.000 nüfus 4.5 450 ekonomimiz var və istədiyimiz konumdayıq, 15-ci konumdayıq. Türkiyə 6, biz 15 və Pakistan 13 dünyanın ən güclü ölkələrindən birinə çevrildik və böyük ölkələrdən təbii ki Fransa, Almanya, İtaliya, İngiltərə kimi Avropalı ölkələr qədər həmən gücə çatdıq. Dostlar, Orta Doğuda öz sözümüzü, hakimiyyətimizi qurduq. Bu nədir? Əlimdəyib. Gələn 2 ədəd də var. Onu da ekonomiya verirəm ki, həm də bizdən sonra bu yönetimi onlara da ədalətli bir şəkildə paylaşılsın və yavaş-yavaş bu bölümdə burada bitirək. Bir sonraki həmləni də buranda alaq. Yəni artıq İran'a görə heç bir ordunu itirmək istəyirəm və niyə vermədi? Ulan, illa məni ora gətizdirəcəksən. İlla məni ora gətizdirəcəksən. Yəni bu qədər də olmaz. Dik başlı ölkədir. Yox olmağa məhkumdur. Yəni bu oyunda sanacaq. Yəni reallıqdan deyil. Bu oyunda bu dik başlığa məhkum idi və biz də onu bu dik başlığına görə işğal edilməyə məhkum idi və biz də oranı işğal etdik və torpaqlarımızı böyütdük. Belə bir səviyyəyə gətirdik. Umarım sizin də xoşunuza gələr. Artıq bu bölümdə bir dəqiqə bu tamamlansın. Yəni içimizdə qalmasın qaranlıq. Yəni reallığa əsasən oynayırsa bunu da hərəkətə keçirməyi düşünürəm. %95'in o tərəfində də qala bilərlər. Amma bunu da bir həll edək. %100 türk və müsəlman olsunlar və bu işdə burada bitsin. Laiklik falan qalmasın. 13-cü sıradayıq və 2076 13 Mart ayında 20 Mart Novruz bayramına denk gəldi. 2021-dən 76-ya qədər hardasa 55 il içərisində bu ölkəni yönətdik və artıq liderimiz də öldü deyə düşünürəm. Və ondan sonra da burada yekunlaşdırıram dostlar. Umarım hoşunuza giden bir bölüm, final olar. Bölüm olar, final olar, senaryo olar və bu da burada bitti dostlar. İlham Əliyev öndərliyində belə bir səviyyəyə gəldik 55 il içərisində və umarım bir sonraki bölümdə də belə yorumlarınızı, like'larınızı gözləyirəm. Abunə də olsanız sevinirim dostlar. Sağ olun. Sağ olun.